Bugün sizlərlə xlorprin molekulunda p orbital sayının tapılmasına baxacağıq. Burada diqqət edəcəyimiz nədir? Bəzən abituriyentlərin ən çox qarışdırdığı hissə budur ki, yəni bizim karbonlar xlorprində hamısı sp2 hibrid vəziyyətindədir. Və p orbitalı dedikdə buradakı p-lər nəzərə alınırmı? Uşaqlar, diqqət edin ki, sp2 hibrid vəziyyətindəki p orbitalları normal p orbitalı deyil. Yəni artıq bunlar öz hərəkət formasını dəyişmiş, hibridləşmiş p orbitallarıdır. Və ona görə bizə p orbital sayını tapın dedikdə isə hibridləşməmiş, yəni normal, qantel formasında hərəkət edən p orbitallarının tapılması deyilir. Və biz bilirik ki, pi rabitənin yaranmasında p orbitalları iştirak edir. Və biz bildiyimiz kimi bir rabitənin yaranmasında 2 bulud iştirak edə bilər. 2 bulud iştirak edir. Deməli, bir pi rabitənin yaranması üçün 2 dənə p buludu iştirak etməlidir. Və biz baxırıq ki, xlorprin molekulunda cəmi 2 dənə pi rabitəsi mövcuddur. Deməli, 2-ni vurduq 2-yə, 4 p orbitalımız var. Amma burada bir məqam var ki, biz qeyri-metallardan bilirik ki, hidrogen S elementidir. Digər qeyri-metallar isə P elementidir. Və biz xlorprin molekulunda hidrogendən başqa görürük ki, xlor qeyri-metalı da burada var. Və xlor qeyri-metalı da P elementi olduğu üçün və bu sigma rabitə karbonla xlor arasında yaranan sigma rabitə sp2 və p orbitalının örtülməsi hesabına yaranmışdır. Yəni biz p orbitalını axtarırıqsa, xlorun p orbitalını da nəzərə almalıyıq. Və bizim tapdığımız 4p orbitalının üzərinə 1 gələrək xlorprin molekulundakı ümumi p orbital sayını tapmış sayılırıq. Deməli, bizdə xlorprin molekulunda cəmi 5p orbitalı var.